İnşallah düşmez bu burada. Hiç güvenmiyorum. İstanbul vloguna hoş geldiniz. Çamadan girirəm. Salam. Çamadan girirəm. Keçişləri eləyəm. Mən çıxım keçişlərdən. Mən çamadanımı yığırdım və dedim ki, vlog çəkəcəm İstanbulda. Ona görə də başladım indidən çəkməyə bu ön hazırlıq şeysindən. Çox bir şey götürməyəcəm. Çünki orada paltar almağı düşünürəm. Ki mən əsla Türkiyəyə gedəndə paltar ala bilmirəm özümə. Gəl indi. Hal-hazırda telefonumu boşaldıram ki, video çəkə bilim. Ümid edirəm ki, orada telefonum dolub, yaddaşı dolub, mənə şey eləməyəcək. Yarı yolda qoymayacaq. Güvənirəm sənə. Bəli, evdən çıxdım. Hamba kimi. Şeydə olur ya, Hindistanda zatda olur. Bir dəfəyə daşıyırlar, onlara oxşayırsan. Canımı dişime takmışım. Ne? Gidiyoruz. Birinci dəfə idi məni pasport yoxlanışında bu qədər gözlədirdilər. Gözlətmək deyəndə bayağı oğlan mənə sorğu-sual edirdi. Burun əməliyyatı olmuşam. Az-maz dəyişmişəm. Yəni mən çox dəyişdiyimi düşünmürəm. Və şey elədi, belə pasportuma baxdı, mənə baxdı. Baxdı falan filan. Şey elədi, burun əməliyyatı olmuşsunuz. Dedim ki, hə. Başladı sorğu-sual eləməyə. Nə bilim, soğuqları çəkirəm, o heç onu bilirəm zaten, üzümü görməlidir. Hə, hara gedirsiniz? Harda oxuyursunuz? Dövlət universitetdə özəldir. Nə bilim, oradan başqa yerə uçacaqsınız falan. O qədər sual verdi ki, və axırda sağ ol, yəni gedim ki, pasportda şəklimi dəyişdirim. Məndən çəkən olmaz. Nə samalyota minməyimizi çəkə bildim, nə yeməyimi çəkə bildim, nə yol çəkə bildim. Çünki mən insan içində, cəmiyyət içində video çəkməyə utanıram. Gəldik, çatdıq otelə. Çox yollar aşaraq, qarlı yollar dolaşaq. Hə? Çaydı. Ləzzət elədi, qəşəng olmalı. Düzdür, qadaydı amma da. İstanbulda ikinci günüm. Birinci gündən heç nə çəkə bilməsəm də. Bugün hava biraz sərindir. Yağış göstərir. Amma sabahdan istilər olacaqmış.
Hə, uşaqlar, məndən zırt da çəkən olmaz. Bu etmə ümumiyyətlə düzəltməyəcəm İstanbul vlogu falan. Çünki çəkə bilmirəm abi, çəkə bilmirəm. Amma bilmirəm, düzəldə də bilərəm. Amma şey olacaq da biraz başayaq video olacaq da, yəni tam vlog kimi olmayacaq. Çünki səhərdən axşama günümü çəkə bilmirəm mən. Yanımda adamlar olanda eləyə bilmirəm, yəni. Bax, indi məsəl üçün təkəm, belə sahildə düşməyə çalışıram, buraları bağlıdır. Qabağa gedirəm ona görə. Hə, təkəm, gəzirəm, yemək yedim. Biraz dedim gəzim. Yanımda mənə tanıyan biri yoxdur və çoxluq da yoxdur, elə yoldan keçənlər. Ona görə məsəl üçün bu momentdə danışa bilirəm. Amma qrup yoldaşlarımın falan yanında heç nə şey eləyə bilmirəm. Yəni yemək falan yeyirik, onları götürüb çəkmək istəyirəm. Çəkə bilmirəm. Ümumiyyətlə tək olanda da bax, indi məsəl üçün tək oturdum, yedim də. Götürüb şey eləyə bilmirəm. Çəkə bilmirəm çünki qrafan adamlar baxır. Yəni biz necə hiss edirəm o yeməyi çəkəndə falan. Görməmişsən, bunu necə çəkirsən falan deyəcəklərimiz kimi bir hissiyat. Sonunda sahilə düşməyin yolunu tapdım. Yəni yağış dayanmışdı. Yenə başladı. Mən də çolkalarımı düzəltmişdim otağa çıxanda. Çolkalarımı saçımı çimib düzəldi vermişdim. Çok uşaqdır. Ey uşaqlar. Baxın nə gözəl oldu. Bir də belə də baxın. Aman Allahım, bir insan olmalıydı da burada mənim şəklimi çəkən insan. Bir insan övladı şəklimi çəkə bilərdi burada məsəl üçün hal-hazırda, amma yoxdur. Nəysə. Hə, yaşıdım birlərdə yoxdur ki, qoşulun onlara. Var onlar da o deyil də, yəni mənim denk deməyim. Yəni fərqlidirlər də. Gün batımı. Bir dəqiqə. Çox qəşəngdir. Çox. Yağış hafiften biraz arttı. Ama olsun, dəyər bu mənzərəni görməyə. Hamı telefonunu çıxartdı, hamı şəkil çəkdirir, hamı bir-birini çəkir, hamı şəkil çəkdirir. Mənzərəni çəkirlər. Ay, çox qəşəngdir. Hə, baxın, orada bir də Galata Kulesi var, görürsünüz. Zaten hamınız bilirsiniz, söz yox. Hə, sabah bəlkə oraya getdim imtahanlarımı verəndən sonra, amma gec olsa birisi gün gələcəm. Şeydir, mənə bu günləri bilet aldıq. Tələbə biletimdən muzeylərə ödənişsiz girə biləcəyim bilet aldıq. 100 TL verdik. Normalda bu Galata Kulesidir, Qız Kulesidir. Bunlara 30 euro istəyirlər girişinə. Amma mən şey aldığım üçün, tələbə bileti aldığım üçün, tələbə bileti ilə, yəni hədə tələbə muzey. Başında başa düşdün. Ona görə pulsuz girəcəm hər yerə o biletlə. Yəni 100 manata bütün şey həll elədim də, yəni və bir ildə müddəti varmış. Yəni bu gün tamam olana qədər, gələn il bu günə qədər gəlib yenə muzeyləri, nə bilim, sarayları falan, burada Topkapı Sarayı falan, onların hamısını gəzə bilərəm. Uşaqlar, bilmədim danışa harda qaldım. Hələ də çox gözəldir. Nəysə. Belə. Bilmirdim bu arada, yadımdan çıxdı, nə danışırdım, harda qaldım. Mən bir dənə səhvim nə oldu? İstəyirsiniz yayın cır-hacırında çıxın harasa, istər hansısa bir rayonumuza, nə başqa ölkə. Özünüzlə yəni mütləq qalın bir ədəd, bir jaketmi, bir nəsə götürmək lazımdır. Yəni yoxsa mənim üçün qalırsınız, belə islanırsınız, üşüyürsünüz. Biraz. Ana, lap az üşüdüm. Amma yəni bu qədər mənzərəni, bu qədər şeyləri görməyimə dəyir də, yəni ki. İnşallah ki xəstələnmirəm, amma xəstələnsəm də yəni, öz günahımdır. Çünki götürməliydim.
Və bunu bir dəfə də açılsa şey eləmişdim özümə ki, var götür ahırsın. Özümə artıq yük eləməmək üçün falan filan. Elə də elə. Görsən lazım olur. İndi yeriyə gəzə-gəzə gəldim Qalata Kulesinə. Və qəribə bir şəkildə bu gün əvvəlki günlərə nisbətən daha bir özgüvənliyəm. Bilmirəm niyə. Bilmirəm ortamımı öyrəşdim nədəndirsə. Şeydir. İndi gedəcəm orada video çəkəcəm. Ay öldüm. Yokuş. Yəni mən İstanbul deyəndə ilk ağlıma gələn şey həqiqətən yokuşdur. Belə küçələr o qədər çoxdur. Yəni adətən belə küçələrdə qıraqda pləkan olur bəzilərində. Burada yoxdur. Öldüm. Və daşlar belə qəribədir. Çox qorxdum. Ayağım sürüşüb yıxılacam deyə. Giriş oradandır. Sıra fırlanır şeye, Galata bütün dairə vurur. Yəni növbə. Və mən də bu növbəyə girəcəm. Niyə? Çünki gəlmişəm də yəni. Başqa daha səmərli vaxtımı harda keçirdə bilərəm. Zənn eləmirəm ki, hardasa keçirəm. Ona görə qərar verdim Qalataya çıxacağım. Galata burası. 1528 yapılan anestezya. Biliyoruz. Yani biraz bir Safiye Sultan. Ben bir gideyim bakayım çok mu? Uşaqlar, indi çalışacağım, Qız Kulesinə gedim. Amma sadəcə çalışacağım da, yəni əsla söz vermirəm. Çünki necə gedildiyini bilmirəm. Tamamən özüm indi axtarıb tutacağım və gedəcəm. Amma inanıram, gedəcəm məncə. Bu gün olmasa da, sabah da bu gün də gedərəm deyə düşünürəm. İndim, Qız Kulesinə gedirəm.
Kulesin içine girmişim. Ama bu şeydi. Oraya çıkacağım indi. Bu da bayağı plaçanıymış. Çok bitmiyor. Sonradan bakanda çok hündür bir yer akşam ama yani zaten hündür değil ama yani ne seçtiğimi bu arada asla bilmirəm. Seçəndən sonra seçməyə baxmıram. Bunların hamısına eğer düzəldəsi olsam video düzəldəndə baxıb görəcəm. Çıxdım. Bu da Kız Kulesi. Burada yani partiler, bir şeyler. Aslında tekne partilerini yapacağım. Allah'ım orada da parti. Orada da parti. Aşağıda orada da parti. Bu video. Allah'ım Allah. Saçımı o kadar əsəbləşdirdi ki, salona gedirəm. Atalarımız elə düz deyib. Cibdə varsa pul, life is wonderful. Ben video için seçiyorum. Düşündüm ki vlog kimi çəkmirəm, onu şey eləyəcəm mən. Belə çoxlu videolar çəkmişəm, danışmadığım, onları səsləndirərəm falan deyə düşündüm. Ona görə çox belə danışa özüm video çəkməyəm. Bu TikTok'da araştırırdım, büyük adaya gələndə ne etmək olar, hər getmək olar, ne burada börekçi geldi bura. Dadına bakıp çok sevdim. Süperdi. Beğendim. Güzel. Yo orada verirler onu. Yine rahatladı. Can bacı əcəbdir. Gözlerini. Burada o da değil. Adı üstünde büyük ada. Buranın fərqi. Ayayorgi kilisesi. Burası böyle. Burada çoxlu ağaclara şey... Niyə türkçə danışırsan qardaşım? Burada çoxlu ağacları nələrsə bağlayıblar. Böyük ihtimal güləş tutub bağlayırlar. Amma belə bağladıqları şeylər kyoka falan oxşur. Qəşəng görünmüş.
Allah'ım canım çıxdı bura çıxana qədər. Amma mənzərəyə dəyər. Geçen sene ben de Bakü'deydim abi. Dönüş yolu. Yokuş. Dəhşət gözəldir. O kadar güzel yerler, güzel binalar var ki. Hamısını çəkirəm, yenə də çəkib qurtardım və çox gözəldir və çoxunu çəkə bilmirəm çünki nə qədər çəkəsən də yəni. Və burada ən sevdiyim şey nə oldu? Bütün belə çiçəklərdir və ağaclar hamısı gülü olan və gözəl qoxusu olan ağaclardır. Yəni, təsəvvür edə bilmərsiniz ki, çiçəklərdən necə gözəl qoxu gəlir də, yəni. Bura baxın bir dənə. Hamısı bax. O qədər həm şey çox gözəldir görünüş olaraq. Həm də o qədər gözəl, hər küçədən iyi gəlir. Çox qəşəngdir. Evlərin hamısı çox gözəldir. Hər evin yanından keçəndə şey eləyirəm. Adamın belə evi ola. Yəni ciddi. Evlərinə baxan biləm. Allah. Çox qəşəngdir. Yoruldum. Baya yoruldum. Şəhərə çıxdım. Ayayorgi təpəsidir, kilsəsidir, hər nədirsə. Belə yol, belə yokuş yuxarı yol. Öldüm də mən oradan çıxıb düşəndə öldüm və bitmir də yol. Bir qısa elə bir yol olsa, yəni cəhənnəm. Oy. Girmişəm otağa, anlam verməyə çalışıram ki, bu kofta niyə belədir? Mən belə qoymamışam, otaq yoldaşım eləyib, niyə eləyib falan filan. Sonradan başa düşdüm ki, otağı təmizləmək. Otağı təmizləməyə girmişlər, bu da belə bir şey eləyib burada. Niyə? Türkiyədə bilməm neçənci günümüz Dolmabahçe sarayına gedirəm. Gedirik yoldaşlarımla. Ne arkeoloji ne müzesi? Arkeoloji ondan oraya geldik. İndi ha. Getdik.
müze. Kahve kapatı müze. Ha. İnsan böyle bir tepsiye kıyar mı ya?
sevgiye aldın sen kendine. Ben de kendim. Bir tane metroya düşəcəyik. Artıq 3-cü eskalatorda düşürük aşağı. Şeyə doğru gedirik. Cəhənnəmə doğru. Halinden vuranlar var ya, üstüne kapımı çalacak. Kaçmak için kız kız girenler var ya, önümde düşe kıvamayacak. Er miyim, eder miyim, deli miyim, affeder miyim? Üstüne bir çizgi attım, artık seni bağlamaz senin hayatın. Boynunu güller gibi sarılıp, bir balık gibi ağlara dolanıp, pişman da olsan, kapımda yatsan, tarih bile yazsan, kimin umurunda? O da işte sözlerime bilemiyorum. Pişman da olsan, kapımda yatsan, tarih bile yazsan, kimin umurunda? Yerler seni ham yapar zilliler. Yaylanmadan yürü, bizden gider. Yerler seni ham yapar zilliler. Yaylanmadan yürü, yoksa günah bizden gider. Yerler seni ham yapar zilliler. Yaylanmadan yürü, yoksa günah bizden gider. Şimdi gitti en son yolcu. İsmini hasret borcu. Ben yenilik videomuzdan kaldım. Lütfen yeşil ışığın yanmasını bekleyin.
Ha. Mesela İngilizce bedava. Şu an evde